Zəbur 79-cu məzmur. Asəfin məzmuru. Ey Allah, millətlər sənin mülkünə giriblər. Müqəddəs məbədini murdar eləyiblər. Yerusəlimi viranəliyə çeviriblər. Qullarının cəsədini göydəki quşlara yem eləyiblər. Möminlərinin ətini yerdəki heyvanlara veriblər. Yerusəlimin hər tərəfində onların qanı axıdılıb. Onları dəfn eləyən yoxdur. Qonşularımızın tənə hədəfinə döndük. Ətrafdakılarımız tərəfindən ələ salınıb, lağ edildik. Ya Rəbb, nə vaxtacan, yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, qısqanclıqdan od tutub yanacaqsan? Səni tanımayan millətlərin, ismini çağırmayan ölkələrin üstünə hiddətini tök. Çünki onlar Yaqub nəslinin başını yiyiblər, yurd yuvasını viranəyə çeviriblər. Ata-babalarımızın günahını boynumuza qoyma. Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər. Ey bizi qutaran Allah, ismin şərəfinə sən bizə yardım elə. Günahlarımızı kəffarə eləyərək, ismin naminə sən bizi xilas elə. Niyə millətlər, hanı onların Allahı desinlər? Qullarının tökülən qan qisasının alınmasını qoy gözümüz görsün, millətlər də bilsinlər. Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın. Ölümə aparılanları böyük qüdrətinlə qoru. Ey Xudavənd, sənə tənə vuran bizim qonşuların tənələrini 7 qat artıq kökslərinə qaytar. Biz sənin xalqın, otlağının sürüsüyük. Əbədilik sənə şükür eləyərik. Nəsildən nəslə qədər həmdlərini bəyan eləyərik.